ki. Sen gelin. Senden ona başka hiç yere gitmeyeceğim. Kafanıza bir şey sarsana. Sen ne diyorsun lan? Yenə ağlaşma, yenə qaynana gəlin davası və yenə eyni sifətlər. Biz niyə öz seriallarımıza baxa bilmirik? Problem bizdədir, yoxsa onlarda? Bugün Azərbaycan Onlarda. efirinin kulis arxasına keçib o acı həqiqətləri danışacağıq. Hər şeydən əvvəl gəlin səmimi olaq. Biz Azərbaycanlılar filmləri və serialları sevirik. Game of Thrones, Təbii Breaking ki. Bad, hətta Təbii ki. Türk seriallarını əzbərə bilirik. Deməli Təbii bizim zövqümüzlə bağlı bir problem yoxdur. Bəs niyə yerli kanallar Dünyanı sifariş eləmişəm, ay yox. avtomatik olaraq dəyiş düyməsinə gedir? Çoxları deyir pul yoxdur, bəziləri isə deyir aktyorlar zəifdir. Amma mən bu gün carta sizə basmayın. sübut eləyəcəm ki, əsas problem pul kisəsində yox, düşüncələrdədir. Bəli, Bu videoda düşüncələrdədir. Azərbaycan seriallarının sevilməməsinin səbəblərini əsas faktlarla analiz eləyəcəyik. Birinci və ən böyük bəlamız mövzu qıtlığı. Azərbaycan ssenaristlərinin müqəddəs kitabında sanki bir Ola qanun qızım. var. Əgər serial çəkirsənsə, mütləq bir zalım qaynana və məzlum gəlin olmalı. Ay sağ ol, Bəs həmişə. niyə? Bəli, məişət Çünki bizim problemləri mentalitetimiz realdır. odur. Amma biz 20 ildir eyni ssenariyə baxırıq. Gəlin gəlir, qaynana onu bəyənmir, evdə intriqa yaranır, ortada bir dənə aciz kişi qalır. Bu ssenaristin tənbəlliyidir. Buna dramaturgiyada stereotipdən yapışmaq Yayınçılarının deyirlər. backslash Ssenarist sarmıyor yeni, sısmar. fərqli, riskli Yancılarına mövzuları, baxmaq məsələn, bir sarmır, gəncin karyera sustururlar. qurmasını və ya Smiley psixoloji face. trilleri, Yancılarına ya da baxmaq dedektiv sarmır. yazmağa qorxur. Düşünür ki, xalq bunu başa düşməz. Gəlin Ayıb olsun, qaynana hə. davası qoyaq, qoy reyting gəlsin. Nəticədə də nə baş verir? Gənclər televizordan imtina edir. Çünki 20 yaşlı gənc ekranda öz həyatını, öz arzularını və öz problemlərini görmür. O ekranda yalnız nənəsinin dediqodusunu görür. Dünya kinosu süni intellektdən, kosmosdan, insan Kəbra. psixologiyasından danışır. Kəbra Biz görür. hələ də gəlin niyə çay gec gətirdi davasındayıq. Bu da izləyiciləri bezdirir. İkinci məsələ səmimiyyətsizlik və muzey kimi olan evlər. Gəlin konkret nümunəyə baxaq. Məsələn, Laləli Saray və ya oxşar üslublu seriallar. Burada janr ailə dramıdır, intriqadır. Amma diqqət etmisinizsə, gəlin hadisələrin cərəyan etdiyi məkanlara baxaq. Bu evlər real insanın yaşadığı evə bənzəyirmi? Yox. Hər şey həddindən artıq parıltılı, həddindən artıq səliqəli və qızılı rəngdədir. Bu evlərdə sanki heç kim yaşamır. Aktyorlar o bahalı divanlarda elə ehtiyatla otururlar ki, sanki birdən ləkə salaram, rejissor məni öldürər deyə düşünürlər. Buna filmlərdə Lucy. dizayn problemi. Ay qız. deyirlər. Xarici seriallarda zəngin adamın evi də yaşamış kimi görünür. Masanın üstündə dağınıqlıq olur, işıq təbii düşür. Bizdə isə hər şey süni görünür. Personajlar kostyum geyinib, qalstuk taxıb səhər yeməyi yeyirlər. Hansımız evdə belə gəzirik. Bu sunilik tamaşaçının şuur altına siqnal Lucy ötürür. Bu Sadiq yalandır, buna Yusuf. inanma. Sən ekrandakı o həyata inanmırsansa, o personajın dərdi sənə niyə maraqlı olsun? Mövzunu qoyduq kənara və gəldik oyunçuluğa. Bizim seriallara baxanda niyə elə hiss eləyirik ki, aktyorlar sanki şeir deyil? Çünki bizdə kino oyunçuluğu problemi var. Bizim aktyorların çoxu teatrdan gəlir. Teatr möhtəşəmdir, amma teatrda sən ən arxa sırada oturan adama səsi çatdırmaq üçün qışqırmalısan. Mimikaların böyük olmalıdır. Kinoda isə kamera sənin kipriyinin titrəməsini belə görür. Bizim seriallarda aktyor adi salam sözünü elə Qəşəng patosla detal var, deyir ki, elə bil Hamlet monoloqu söyləyir. Üstəlik səs problemi. Fikir verin, bizim serialların çoxunda ayaq səsi, stəkan səsi, külək səsi, bunların heç biri yoxdur. Ancaq aktyorun səsi gəlir. O da çox vaxt sonradan yazılır, yəni dublyaj edilir. Dünya kinosu artıq canlı səsə keçib. Aktyor Məndə var, ha, burada. Aslında necə nəfəs alırsa, o səs düşməlidir. Sonradan studiyada 7 yazılan saate səs hazırlamışsan steril bunu olur, uzunluğunda ruhsuz inanma olur. gibi Bu geldi. kiçik detal kimi görünə bilər, amma filmin keyfiyyətini 50% aşağı salan Elə məhz olur. budur. Yaxşı, bəs bizim Hələ elə rejissorlar, qəfəsdə ssenaristlər dedikə bunu yazıya bilmir, şəfqi bilirlər. gəlsə. Bəs niyə eləmirlər? Cavab çox sadədir. Keyfiyyət vaxt tələb eləyir. Netflixdə bir bölüm 2 həftəyə çəkilir. Bizdə isə gündəlik seriallar bir günə bir bölüm prinsipi ilə işləyir. Təsəvvür eləyin, ssenarist hər gün 40 səhifə mətn yazmalıdır. O necə kreativ olsun ya da necə fərqli mövzu tapsın. Məcburdur ki, köhnə şablonları, qaynana davasını, miras davasını fırladıb yenə yazsın. Rejissorun bu səhnəni yenidən çəkək, işıq pis düşdü deməyə haqqı yoxdur. Çünki axşam efirə material Emotikon çatmalıdır və- və bu sürətlə keyfiyyəti öldürür. Bu sənət deyil, bu fabrikdir və fabrikdən çıxan məhsul da ancaq fast food olur. Dadlı görünə bilər, amma faydası yoxdur. Nəticə nədir? Biz Azərbaycan seriallarına baxmayacağıq. Xeyr, baxmalıyıq, amma tələb eləməliyik. Tamaşaçı olaraq biz qaynana davasına baxdıqca onlar da bunu çəkəcəklər. Biz nə vaxt ki YouTube-da, sosial mediada
ya da bizə Fatih fərqli girecek. hekayə verin, bizə gənclərin real həyatını göstərin desək, o zaman nələrsə Səni də dəyişər. satlayıb Bizim arada. istedadlı gənclərimiz Allah var. haqqı. Sadəcə Elə onlara bilirdi ki, köhnə oturub buna baxalım. sistemdə yer verin. STL, Bizim JH, seriallarda ən çox STH, əsəbinizə JH. toxunan məqam hansıdır? O suni villalar yoxsa bitməyən gəlin qaynana Emotikon, davası? bəli. Şərhlərdə mütləq yazın. Maraqlı müzakirə olacaq. Videonu bəyəndinizsə kanala abunə olun ki, növbəti acı həqiqətləri və araşdırmalarımı qaçırmayasınız. Hələlik. Bro. Mənim yeməyimə niyə qarışdın bilmirəm. Amma qalan nə dedinsə də hamısını düz dedim valla. Həqiqətən də düz dedim. Onu deyim, Yine doğru konuştu. Tabii ki doğru sonuçta. Bu JS. zəhrimara qalmış seriallarımızda həqiqətən də o həftə ərzində hər bölümə 5 gün, 3 gün, 4 gün vaxtları olur deyə başdan sonra da hər şeyi çəkirlər və qoyurlar. Bir mövzunu 3 dənə bölümdə söhbəti gedir məsələn. Ona görə maraq da qalmır. Filmin də, serialın da keyfiyyəti də itir. Məsəl üçün belə. Buna mən böyle çox şey danışan deyiləm. Yəni mənası da yoxdur zaten. Hər bir şey demirsən, düz demirsən özdə. +1. Çox qəşəng deyirsən ki, o teatrdan gələnlərdir və teatrdan gələnlər məcbur mimikalarını çox oynadaraq, səslərini çox ucadan bildirərək ki, sözlərini o izləyicilərə, yerləşən izləyicilərə səslərini çatdırmalıdırlar. Və buna görə də şeyə çıxanda, film bir kamera arxasında duranda eyni şeylər davam elətdirilir və bunda da o oyunçuluq aradan itir. Və oyunçuluq aradan itmir. Daha çox belə adama shit gəlir. Şey eləyir də, hiss olunur ki, rol oynayırsan da, yəni role play eləyirsən. Filmlərdə amma o role play-i hiss eləyə bilmirsən. O orada daha çox role play-dən çox şey yaşayır, elə bir sanki elə həqiqətən də bu hörümçək adam özüdür. O rola o qədər girir ki, onu yaşadır bizə.